Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəqəmsal xidmətləri MyGov platformasına inteqrasiya edilir. Qurumdan verilən məlumata görə xidmətlərin bir pəncərə prinsipi ilə təqdim olunması məqsədi ilə mayın 12-dən etibarən e-Su mobil tətbiqi fəaliyyətini dayandırır. Bundan sonra vətəndaşlar su təchizatı ilə bağlı bütün müraciətlərini birbaşa MyGov platforması üzərindən həyata keçirə biləcəklər. Hazırda sistemdə abonent məlumatlarının dəyişdirilməsi, borcun ödənilməsi və son 12 aylıq faktura məlumatlarının alınması kimi 6 xidmət aktivdir. Paralel olaraq daha 7 yeni xidmətin, o cümlədən su sayğaclarının plomblanması, təmiri, qəza müraciətləri və yeni istehlakçıların qeydiyyatı kimi vacib bölmələrin platformaya inteqrasiyası davam etdirilir. Qeyd edək ki, bu dəyişiklik vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin etmək məqsədi daşıyır. Növbəti mərhələdə mövcud rəqəmsal xidmətlərin daha da təkmilləşdirilməsi və əlavə imkanların vahid platformada cəmlənməsi planlaşdırılır.